Yaxşı və ya pis hər şeyə hazırlıqlı olmaq deyilən bir şey var, hər daim səslənən. Kənardan baxanda yaxşı görünən bir şey kimsə başına gəlibsə və ya bir şəkildə o sənin diqqətini cəlb etməyə başlayıbsa, həyatı ilə, gündəlik yaşamı ilə bu və ya digər mənada. Yəni söhbət sosial mediadan gedir də. Başqa onsuz da mənə elə gəlir ki, insanlar günümüzdə bir-birlərinə daha az baxırlar, nəinki yanlış göründükləri kimliklərə hərə çıxıb özünü bir cürə təqdim edir və həmin o kimliklərə daha çox baxırıq, nəinki gerçək həyatdakı hər kəsin simasına. Bu onsuz da belədir, bu yeni bir kəşf deyil, yeni bir gerçək deyil. Sadəcə gerçəklərə ümumən qulağımızı tıxamağa o qədər öyrəşmişik ki, gerçəklər acıdır, xoşa gəlmir, ümumiyyətlə səsləndirilmir. Yəni sən ona haqqın yoxdur, ümumiyyətlə iznin yoxdur səsləndirilməyə. Və mövzu nədir? Mövzu hal-hazırda hər kəs üçün aktual olan mövzu var. Sabaha dair daha yaxşı nə ola bilərəm bu gün? Fərqi yoxdur hansı yoldan gedirsən. Məsələ odur ki, əsas ora çatmağındır. Daha çox ambisiyalı, hırslı, hər şey gözə alan ki, pis bir şey, kənardan pis kimi nitələndirilən hər şey, hansı ki, əvvəllərdə nə vaxtsa insanlıq halı olan, amma bu gün əsla və əsla qəbul olunmayan, əzilən, xor görülən, təcrid edilən, hər kəsdən biri olmamaq naminə edilən hər bir addım mübahdır da, yəni bir sözlə. Ona görə də indi kimsə o cümlədə ki, biz hazırlıqlı idik. Yaxşı bir şeyə adətən hazırlıqlı ola bilərsən də, pis bir şeyə kim hazırlıqlı olur? Bəzi adamlar var da, adətən anksiyetə, endişə, qayğı, bu kimi şeylər ya bəzən özünü sığortalamaq ki, mən acı çəkməyim, bir şəkildə nəyisə söndürməlisən də, ya emosiyalarını söndürürsən işi zamanı, ya şəxsi həyatında söndürürsən, ya ümumiyyətlə 24 saat söndürürsən ki, belə bir söndürmə rejimində nə qədər uzun davam eləmək mümkündür ki? Hər nəysə. Sözün əsl mənasında davam eləmək olmur. Heç kim robot deyil ki, 24 saat emosiyaları, hisslərini söndürsün. Bəzən də düşünə bilərsiniz ki, 24 saat yox, bəzən 24 il, 24 gün bunu eləmək olar, o da olur. Hər şey olur bu həyatda. O ayrı bir şey. Amma yəni məsələ bir şey hazırlıqlı olmaqdırsa, sən başını nə qədər başqa şeylərə qat da, fikrini nə qədər başqa yerlərə yönəlt də, amma reallıq var da, yəni neynirsən elə qaça bilmədiyin bir şeylər var. Özünüzə yaxşı baxın, sağ olun.